Salam aleyküm. Bizim Şəki dağlarında quzu qolağı, daha doğrusu quzu qarnı yığımı başlayır. Çox adam axtarıb tapanmır. İndi mən göstərəcəm sizə. Düzdür, biraz çətindir bunu tapmaq. Xəzərlərin arasında gizlənir. Bu bizim Şəki meşələrində iki sortdur. Biri bu formadır, biri də ağ olan formasıdır. Amma ikisinin də dadı əladır. Bunu da kəsmək üçün mütləq bıçaq lazımdır ki, kökünə zərər verilməsin. Deməli, belə. Tak, bax, gəl, götürsən bunları, götür. Qoy çıxaran paketi yerə qoy. Maşallah, Allah bərəkət versin, əməli də yığmışıq. Bunun kilosu indi satışda 75-80 manatdır. Götür. Burada kesim. Ay maşallah, bu var. Ne güzeldi. Gel. Ay maşallah. Dadı ətdən də gözəldir. Həm kebab üçün, həm də sadəcə olaraq yumurta və özünü qızardanda əladadır. Çox adam soğan vurur, amma ehtiyac yoxdur soğan vurmağa. Çünki elə soğan dadını qaçırır bunun. Amma özünü təkcə qızardanda yumurtanın əla gedir. Ay maşallah, gör nə qədərdir. Şura bax, bax. Bax, maşallah. Bax, ay da maşallah, bura bax. Gör nə qədərdir. Bunun vaxtı çatanda bir axtarırsan, tapanmırsan. Maşallah, gör nə qədər çıxıb. Hər yer doludur. Ay maşallah. Belə. Bugünlük bu video bəsdir mənim fikrimcə. Çünki mən video çəksəm, belə ilişib qalacam. Bunları yığmaq geciş şaxdır. Salam aleyküm. Bizim Şəki dağlarında quzu qolağı, daha doğrusu quzu qarnı yığımı başlayır. Çox adam axtarıb tapanmır. İndi mən göstərəcəm sizə. Düzdür, biraz çətindir bunu tapmaq. Xəzərlərin arasında gizlənir. Bu bizim Şəki meşələrində iki sortdur. Biri bu formadır, biri də ağ olan formasıdır. Amma ikisinin də dadı əladır. Bunu da kəsmək üçün mütləq bıçaq lazımdır ki, kökünə zərər verilməsin.